müxtəlif məhsulları var. Amma əksərən biz eşidərik daxilə qəbul edilən məhsulları. Düzdürmü? Bayaqdan da öncələrdən danışdıq. Bizim şirkətin ən gözəl məhsullarından da bir qrupu ən böyük orqan olan dəriyə qulluq seriyasıdır. Dərinin müxtəlif, düzdür, çiçək ağacı kremindən danışdıq. Həqiqətən, bu möcüzədir. Dəriyə qulluq seriyasından insan dərisinin ən həssas hissəsi sifətin, boynun və başın, tüklərin dərisidir və bizim şirkətdə saçlar üçün müxtəlif rəngdə, tonda boyalar, saç ağartmaq üçün vasitə, onun tərkibində amonyak yoxdur və bu da saç ustalarını çox sevindirir. İstənilən dərəcədə alergiyası olan qadınlar qorxmadan bizim şirkətin saç boyalarından istifadə edə bilərlər. Hələ belə bir hal olmayıb ki, kiməsə bu rənglərdən bir alergik reaksiya olsun. Mənim özüm sözsüz ki, yaşırdıkca ağarır saçlar və boyalardan istifadə edirəm. Müxtəlif bu firmanın boyasını qoydular, müxtəlif Türk firmalarının bu yaxşıdır, bu bahalıdır, bu keyfiyyətlidir. Hamısı mənim saçlarımı tökdü. Çünki həddən artıq baxmayaraq belə qara dərisi deyirlər, möhkəm olur immuniteti. Ancaq saçımın dərisi çox həssasdır. Bütün boyalar mənə reaksiya verdi, saçlarımı töküldü. Və nəhayət mən Vivasanın boyalarından istifadə etdim, şampunlardan istifadə etdim. 2 həftə idi mən şampundan istifadə edildim. Saç ustamın yanına gedəndə öz şagirdimdir, cavan qızdır. Aylarına saçlarınız dirilib. Uşaq fikir verir. Həqiqətən də saçlarım ölüydü, saman kimi, saman köpüydü. Saçlarımın o şampunlar, sonradan da boyalar, indi hərdən özümə cavanlıqda olduğu kimi əl vuranda ləzzət edir. Harada o saman və harada indi. Bu bizim saç boyalarımızdadırsa. Öz yaxınlarımın, ailəmin üzərində apardığım bu müşahidələrdən danışmaq istəyirəm. İlk əvvəl oğlumda, boğazında, burnunda və ağız boşluğu, dişlərin dibində problemlər var idi. Hər il 2 dəfə parodontoz diaqnozundan damağı qaçırdı, dişləri hamısı ağrıyırdı, müalicə olurdu. İldə 2 dəfə iynə vururdular, C vitamini nə. Ən azı 100 manat hər kursa biz onun ağız dişlərini müalicəsinə pul xərcləyirdi. Mən onu yavaş-yavaş o eliksiri qoydum, məcbur elədim. Kişilər biraz skeptik olur. Özləri bizim prezidentin kitabında da yazılır. Ailə üzvləri hamısı əvvəl başlayanda etiraz edirlər. Mən yavaş-yavaş diş pastası qoydum, o birisiləri yığışdırdım. Məcbur elədim, bir dəfə elipsirimizdən qarqar elədi. İndi mən heç nə demirəm, özü deyir, ana diş pasta tutarım. Arada 2-3 ay başqa pastalardan istifadə elədim. Kölgə salmıram, amma bu həqiqətdir. Və gördüm ki, yenə dişlərinin dibi qanıyır. Bir xeyli bu istifadə elədi, 2-3 ay özüm fasilə verdim. Sonra yenə özü dedi ki, ana, sizin firmanın pastası çox gözəldir. İndi yenə ona qayıdacaq. Burnunda renit var idi, quru renit. Həmişə qanıyırdı, dolurdu, quruyurdu, nəfəs ala bilmirdi. Həmişə deyirdi, dəniz iyisi var, qan iyisi var burnumda, başı ağrıyırdı. Başında burada həmişə ağrı olurdu. Və mən ona sprey, edelveysindən, burun üçün spreylər, ağız boşluğu, boğaz üçün spreyləri aldım, verdim. 2 dəfə, 2 kurs müalicə aldım, belə götürəndə ciddi. Tamamilə yox oldu həmin hissiyat. Və kompüterlə bağlıdır işi bu dəqiqə, gözləri yorulur, mənfi 5 eynək taxır. Yəni, göz özü zəifdir. Deyir, kompüterin qabağından durandan sonra görmürəm. Bir müddət görmür gözlərim. Bizim göz üçün, göz qapaqları üçün spreyi qoymuşam. 2 həftədir. Amma bundan yenə az. Yəni, həqiqətdir bu, evimdə olan hadisələrdir. Deməli, mənim ürəklərimin biri xəstədir, diyanetir. O birisində də çoxu qum, kristal, həkim deyir, bu təcili, siz bunun ciddi müalicə lazımdır, artıq kristallar daşlaşıb. Mən məsləhətləşdim, düzdür, proqram
qəbul eləməliyəm müalicə. Amma sistimin dedilər çox gözəldir. Qış vaxtları idi, biraz da soyuqlamışdım. Sistitə görə sistimini aldım əslində və 2 ay, 3 ay bunu qəbul edəndən sonra həkimin qəbuluna getmək üçün UZI-dən keçməliydim ümumiyyətlə. Zobma, şəkərimə görə müalicə alıb. UZI-dən keçəndə deyirəm, doktor, böbrəklərimə yaxşı baxın, artıq biri perimetrikdir, birində heç nə yoxdur deyir. Nə o, nə bu, ikisi də normal. Həcmi, ölçüsü çox maraqlıdır. Həmişə sol böbrəyimin həcmi kiçik olar, biraz yox. Deyir, həcmi də yerindədir, heç nə yox, nə kristal, nə qurb. Deyirəm, bir də baxın. Deyirəm, xanım, indi həkim mənəmsə, aparatda mən məşhur Yaqub kəsilməlidir. Valla deyir, sizin böbrəkləriniz idealdır. Mən 3 ay sistemin içmişəm təkcə. Hələ ona köməkçi preparatları qəbul etməmişəm. Kekli yoxundan istifadələriniz cəmat xanım? Kremçinlə, hə, üstdən dəri ilə. İndi dəri ilə müalicə. Ayaqlara qulluq seriyasından bizdə ayaq kremləri var. Qırmızı üzümün yarpaqlarının ekstraktından venalar üçün, vena genişlənməsi üçün kremlər var. Mənim iş yoldaşımın ayaqları həmişə ağırlıq və ağrı hissi olardı, vena genişlənməsi var. Cavan gəlindir, hündür qabıqlarda. Mən də həmişə deyirəm, qabıqları qısalt, ayaqqabı. Bu ayrıca krem, venalar üçün krem aldım, onu istifadə elədi. 1 ay, 2 ay, 3 ay, 5 ay, inandım sizi 5 ildir bir müddət istifadə elədi. 5 ildir bu qız deyir ki, mən bilmirəm ki, ayağımda venaların genişlənməsi var idi. Yəni, cavan orqanizmdir, daha tez kömək edib. Bu, ayaqda qoxular, müxtəlif göbələklər, bakteriyalar, deməli, insanın ən kirli yerlərindən biri də ayaq. Həmişə aşağı ətraflı qan dövranı orada zəif olur, o qədər gücü çatmır dərinin. Ayaq kremi və ayaq üçün vanna üçün duz çox gözəl vasitədir. Bax, o ayaq vannası üçün o duz, ayaqlarda, barmaqlar arasındakı göbələkləri, dırnaqlarda yaşayan, dəridə kök salan bakteriya uzun müddətli mən sizə deyim. O pis qoxuların hamısını aradan qaldırır. Sonra bir şagirdim müraciət elədi, qaynanasının şəkər xəstəsidir, barmağının problemi var, ayaq barmağını kəsmək üzərində. Mən dedim, kimyan kremi və eskalit yağı damızdır, bir həftə həkimdən möhlət al. Əgər bir irəliləyiş olmasa, kəssinlər, kəsmək həmişə mümkündür. Bir həftə bu qız onun hər gün balnisada gedib barmaqlarını masaj edib. Eskalitlə, deməli, kəkli yoxu kremi. Və bir həftədən sonra həkim deyir ki, götürün aparın, kəsməyə ehtiyac yoxdur. İndi o qız distributordur. Bu sahədə profesional olur. Və bir dəfə çaşıb kodu necəsə, nəyisə alanda səhv yazıb, krem kalendula alır. Mənə zəng elədi ki, müəllimə, mən bunu dəyişə bilərəm klassda. Dedim, yox əzizim, bizdə belə deyil də, mən onu səndən alaram, sənə lazım deyilsə. Nəysə, bir həftədən sonra görüşəndə, deyirəm, ver kremi, deyir, yox müəllimə, niyə verirəm? Mən də üzümə çəkdim. Həqiqətən də 2 həftə keçmiş olardı da, dərisi cavan deyir, söz yox, amma hədsiz gözəl idi, hamar idi. Deyir, mən kalendula kremini çəkirəm hər axşam. Padruqalarım hamısı mənə zakaz edib, krem kalendula.